Torpağın çıxarışı xüsusi mülkiyyət, 6 sotun daxilində şəxsi öz üçün tikili həyət evi və həqiqətən çox keyfiyyətli, içi də ki, çox hüzur dolu bir həyət evidir. Ünvanımız isə Maştağa Kirov dairəsi Buzovna yolunun tam üstüdür. Yəni, həmin asfaltla evin məsafəsi 250 metr tam şəklində olan məsafəsidir. Evimiz dəhliz sistemli və 170 kvadratdır, gözəl insanlar. Çünki bu sizə zarafat gəlməsin. 1 metr 70 santim dəhlizin eni, 3 metr 50 santim tavanın yüksəkliyi, belə bir geniş mətbəxi, daxili kvadrat isə 170 kvadratdır. Və bütün mətbəxdir, kombidir, hər biri saxlanılır, heç nə ehtiyac yoxdur. Bu videonun daxilində hər halda bizim bu dəqiqə gördüyümüz avranı siz də ən azından azdan çoxdan hiss edə bilirsiniz ki, gəlib baxıb alınası evdir. Tavanda yığılan dekoru görürsünüz. Evimiz 4 otaqdan ibarətdir, yəni 3 yataq, 1 qonaq, hamam, sanuzel və mətbəx, həmçində eyvan hissəsi mövcuddur. Yəni otaqların ölçüsü, belə deyək də, gözəl insanlar, 4 metr yarımın ən balacası 4-dədir. Bu isə hamam, sanuzel, görürsünüz. Qiymətimiz isə 167.000 manatdır. Real alıcıda təbii ki, bizim dəstəyimizlə, sizin də ki, reallığımızla qiymət endirimi olunacaq. İndi isə keçək evimizin həyətyanı sayəsində göstərək. Bu evdə özəl olan çox şey var. Birincisi, özü üçün tikməyi. Diqqət edirsinizsə, hasar 4 bir tərəfdən olduqca içi tam şəkildə suvanıb. Evimiz yerdən 8-9 daş kürsüdə və həmçinin bir dənə padval hissəsində elə bir şifahi olaraq görsək ki, padval da var, yəni zirzəmi hissəsi. Hasarla nə olduqca məsafəsi, yəni hündürdür ki, yəni digər qonşularla falan heç kimlə problem yaşanılmasın. Torpağın çıxarışıdır, evin də çıxarışını çox rahat şəkildə ala bilirsiniz. Gələk digər özəlliyə, gözəl insanlar. Deməli nədir? Burada bir dənə ağaclar var ki, belə deyək də, belə bir ağaclar var ki, bir ağacda həm alça yersən, həm gilas yersən, həm ərik yersən. Yəni calaq üstünə calaqdır. Maşallah da olsun, bağ-bağçası çox qəşəng. İndi müəyyən təbii ki, əl gəzdirmək lazımdır. O da ki, inşallah ki, real ev sahibi, yeni ev sahibi gəlib onu aradan qaldırar. Bax, misal üçün, həm gilanar var, həm alça var, həm göycə var. Bir ağızda 4 dənə. Və həmçinin belə bir hissəsi də var ki, toyuq cüzə yeri. Hər bir dairə ayrıqda ki, istəyirsən hündüşka saxla, istəyirsən toyuq saxla, istəyirsən nə bilim, göyərçin saxla, fərq eləmir. Hər birini rahat şəkildə burada belə deyək də, saxlaya bilərsən. Bir daha qeyd edək, ünvanımız Maştağa Kirov dairəsinin üzü Buzovnaya gedən yol. Svetfordan demək olar ki, tam yaxınlığı, həmin Maçdanın 250 metr məsafəsi, torpağın çıxarışı, yəni birbaşa evin də kupçasına ipotekaya da qoya bilərsiniz və yaxud da bankdan götürə bilərsiniz. Sağ olun, sağlıqla. Satdıqda eviniz, torpağınız varsa əlaqə saxlayın.